Emin Əmrullayev saat azlığını aradan qaldırdı. Elədi, saat səhər 9-da gəlməlidir müəllim, 6-da çıxmalıdır. Əmrullayev, mən deyərdim ki, səhv eləyir. Cəmaət insan bilirsə nətərdir? Ürək 8 saat işləyir. Bütün proletariat ömrü boyu müharibə aparıb, mübarizə aparıb 8 saatlıq iş günü ürəyə görə. 8 saatı da mən hökumətə işləyəcəmsə, mənim ailəm var, uşağım var və onlara nə işləyəcəm mən? Özü də 8 saatdan artıq işləyirsənsə, ürək nevrozu olacaqsa. Deməli, bu insanların hamısı ürək nevrozu olacaq. Həkimlər mübarizə apardı, 6 saatlıq iş saatına keçir. Bu saat ölkələr çalışır ki, 4 günlük 3 saat olsun. Siz nə dersiniz? O saata görə, səni orada oturduğuna görə sən pul verməməlidir hökumət. Bu düzgün iş deyil. Demokratiya, sən nə dersiniz? Kimlə